Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Prezident İlham Əliyevə yeni baş plan, şəhərin gələcək inkişafı üzrə müəyyən edilmiş hədəflər və görüləcək işlər barədə məlumat verdi. Baş plan Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün dövlət proqramına uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi əsasında Azərmemar Layihə, Dövlət Baş Layihə İnstitutu və beynəlxalq məsləhətçi şirkət Chapman Taylor tərəfindən hazırlanıb. Azərbaycanın ən qədim yaşayış məskənlərindən olan Naxçıvan şəhərinin müstəqillik dövründə ilk dəfə hazırlanan yeni baş planı, onun perspektivdə məkan inkişafının vahid strateji baxışını müəyyən edir. Konsepsiya, şəhər mərkəzinin yenilənməsi, rekreasiya zonalarının genişləndirilməsi, dayanıqlı mobilliyin təşviqi, yaşayış və sosial infrastrukturun gücləndirilməsi və turizm potensialının daha səmərəli reallaşdırılması əsasında formalaşdırılıb. Şəhərin əsas inkişaf istiqamətlərindən biri onun mərkəzi hissəsinin yenidən formalaşdırılmasıdır. Bu məqsədlə 74 hektar ərazini əhatə edən mərkəzi rayonun müfəssəl planı, həmçinin bu rayon daxilində mövcud planlaşdırma strukturu qorunmaqla 12,5 hektarlıq ərazini əhatə edən hissə üçün yeni memarlıq konsepsiyası hazırlanıb. Layihədə şəhər mərkəzinin daha canlı, kompakt və əlçatan məkana çevrilməsi nəzərdə tutulur. Konsepsiyaya əsasən tarixi əhəmiyyət kəsb etməyən köhnəlmiş tikililərin mərhələli şəkildə yenilənərək müasir çoxmərtəbəli yaşayış və çoxfunksiyalı binalarla əvəzlənməsi, ərazidə yeni inzibati kompleksin yaradılması, mərkəzi meydanın isə yeni landşaft və kiçik memarlıq elementləri əlavə edilməklə insan yönümlü ictimai məkana çevrilməsi təklif edilir. Bütün bu yanaşmalar nəticəsində yaşayış, iş, xidmət, istirahət və ictimai funksiyaların bir-birini tamamladığı müasir şəhər mərkəzi formalaşdırılacaq. Ekoloji infrastrukturun şəhərin ayrılmaz hissəsinə çevrilməsini hədəfləyən baş planın icrası dövründə mövcud yaşıllıq sistemi də genişləndiriləcək. Naxçıvan çayı boyunca ərazi şəhər həyatına inteqrasiya olunacaq. Burada yeni parklar, istirahət zonaları və ictimai məkanlar yaradılacaq. Nəticədə adam başına düşən yaşıllıq sahəsinin 15 kvadrat metrdən 27 kvadrat metrə çatdırılması nəzərdə tutulur. Şəhər mobilliyinə yanaşma da yeni prinsiplər üzərində qurulub. Dayanıqlı, ekoloji təmiz nəqliyyat əllərinin tətbiqini dəstəkləyən konsepsiyaya əsasən küçə və yol şəbəkəsinin ümumi uzunluğu 188,4 km, velosiped infrastrukturunun uzunluğu isə 122 km təşkil edəcək. Bu, ümumi küçə yol şəbəkəsinin 65%-dən çoxunun velosiped hərəkəti üçün uyğunlaşdırılması deməkdir. Baş planda Naxçıvanın zəngin tarixi mədəni irsi və əlverişli coğrafi mövqeyi şəhərin turizm potensialını formalaşdıran əsas üstünlüklər kimi dəyərləndirilir. Tarixi irsin qorunması ilə yanaşı, xidmət sahələrinin genişləndirilməsi və şəhər mühitinin keyfiyyətinin yüksəldilməsi turizm sektorunun rəqabət qabiliyyətinin artırılmasına imkan yaradacaq. Naxçıvanın gələcək inkişafı şəhərin artım potensialı nəzərə alınmaqla planlaşdırılıb. Baş plana əsasən göstərilən müddət ərzində məskunlaşma ərazisinin 1831 hektardan 2630 hektara çatdırılması nəzərdə tutulur. Bununla şəhərin mövcud ərazisinin təxminən 44% genişlənəcəyi, əhali sayının isə 97.200 nəfərdən 130.000 nəfərə çatacağı proqnozlaşdırılır. Əhalinin sıxlığı nəzərə alınaraq yaşayış fondunun 3,9 milyon kvadrat metrə çatdırılması hesablanıb. Bu, orta hesabla adam başına 30 kvadrat metr yaşayış sahəsinin təmin olunmasına imkan verəcək və yeni yaşayış məhəllələrinin sosial, nəqliyyat və mühəndis infrastrukturu ilə kompleks şəkildə formalaşdırılmasına şərait yaradacaq. Şəhərin böyüməsi ilə paralel olaraq sosial infrastruktur da genişləndiriləcək. Təhsil və səhiyyə xidmətləri nəzərə alınaraq ümumi təhsil müəssisələrinin tutumu 23.400, məktəbəqədər təhsil müəssisələrinin tutumu isə 7.800, xəstəxanaların çarpayı fondu 650 yerə çatdırılacaq. Xidmət, nəqliyyat və logistika, sənaye, tikinti, turizm və aqrar sektorlarının inkişafı hesabına məşğulluq səviyyəsinin də 40%-ə yaxın artaraq 78.000 nəfərə çatacağı gözlənilir. Beləliklə, orta dəhlizin strateji əhəmiyyətli hissəsi olan Naxçıvan şəhəri 2044-cü ilədək daha böyük potensiala malik yaşayış məkanı kimi inkişaf edəcək. Şəhərin tarixi mədəni irsini müasir şəhərsalma prinsipləri ilə uzlaşdıran yeni baş plan, onun dayanıqlı, inklüziv və insan yönümlü regional mərkəz kimi inkişafının strateji əsasını formalaşdıracaq.